Amerikanın fərqi odur ki, gözü daha çox açılır. Təkcə karyera ilə bağlı məsələlərə yox, həm də özünlə də bağlı, gələcəyinlə bağlı belə. Misal üçün, mən bugün 5 il bundan qabaq düşündüyümü düşünmürəm. Təbii ki, Azərbaycanda da yəni qalsaydım, orada da bəlkə bu daha uzun müddət olacaqdı. Amma Amerikada çox sürətli baş verir. Özünü tanımağa qədər çox sürətli tanıyırsan. Bir də immiqrant üçün daha başqa bir proses var burada. Sanki çünki bütün immiqrantlar üçün, hətta bura kifayət qədər maddi imkanlarla gələndə belə bir yenilənmə prosesi gedir də, uzunlaşma gedir, o çətinliyi görürsən, o da biraz insanı sanki bir daha böyüdür. Heç kimi tanımırsan. Daha təcrübə. Biz heç kimi tanımır. Gəlirsən, misal üçün, get bizim məhəlləmizdə gəz nə qədər istəyən, görürsən, heç kimi tanımırsan. Nə zarafatını başa düşürsən, nə sən texniki olaraq başa düşürsən. Yaxşı dedi ki, kameranın lensində toz var, başladı gülməyə. Deyirsən, Allah, lensdə toz var, niyə gülür buna? Yəni, o birisi də gülür, bu da gülür. Görürsən ki, hansısa, nə bilim, 75-ci ilin serialından məşhur bir cümlədir. Mən bilmirdim onu, yəni. Biz o seriala baxmamışıq da, biz nə bilim Guadalupa'ya baxmışıq. Bizə o vaxtına göstərdilər, mən baxmışıq. Biz Cənubi Amerikanın seriallarına baxırdıq. Bir dənə vardı yadımız. Santa Barbara'ya baxırdıq. Santa Barbara bunların idi, bunların populyarı idi. O bir də yadımızdan, bir dənə vardı o vaxtı. Əkiz bazı mı idi, Blanka idi, nəsə bir dənə şey. Yəni biz bunlara baxırdıq da, yəni Latin Amerikada, yəni bizə də enerji baxımından da yaxındılar. İndi gedib onlarla yayda voleybol oynayanda görürəm, biz kimi əsəbləşirlər, top qırağa düşəndə. Almanlarla oynayırsan, top qırağa düşür, uduzdular, açıb gedirlər, bitdi.